Qırıq saqqız olub yapışmışsa yaxamdan. Mayor Kerim bəyli səninlə danışmaq istəyir, keç əyləş. Başıma xeyir axı, onun məndən nə işi var? Bilmirəm. Keç. Allah səni bir abr eləsin. Bu nə maşındı gətirmişsən, başqa maşın tapılmadı mənə? Keç, keç. Özünüzü necə hiss edirsiniz? Dayı, adam özünü burada necə hiss eləyər? Qoyuruz ki, adam rahatça qalxılıb otursun xarabasında. Ay Allah! Sən mənim günümə bax da. Cəmaat kefdə damaqda, mən də burada milisdə. Yox, yaxı, mənim nə günahım var, Səs-küy salma Ziba. Sən kəs! Oğru pişiklər kimi elə adamın başının üstünü kəstirə bilirsən. Dayan bir. Nədir, yoxsa cəbiyə deyəcəksən? Bura bax, cəbin adı aşağı bu da. Kəsin! Ay yoldaş Nəçərnik, axı mənim nə günahım var, Saatdır, nə olsun, tapmışam da. Özgənin cibinə girməmişəm ki. Saat hardan tapmışsınız? Ona hamısını demişəm. Bitti hamısını yazdı, altından da qol çəkdirdi məcburi. Nədir? Olmaya savadı çatmayıb, pis yazıb, Yox, pis yazmayıb. Zəhmət olmasa mənə də danışın. Bugün tapmışam. Satmaq istəyirdim, bu mərdimazar da başımın üstünə alıb gətirdi bura. El içində rüsvay oldum. Qutusunu neynəmisiz? Nə qutu? Saatin qutusunu. Balaca dəri qutu idi. Hə, qutu eşit tulladım getdi. Hara tulladınız? Nə bilim, hara tulladım. Vağzalda nə çoxdur yer. İkiyəsini tanımır orada. Çox elə yadımda qalıb. Yox. Söhbətimiz tutmadı Ziba xanım. Yoldaş Nəçərnik, valla mən düz danışırım. Siz yalan danışırsınız. Bu işdə də yalan danışmaq özü bir cinayətdir. Saadını satmaq istədiyiniz adamı öldürüblər. Necə? Valla... Axı, mən yalan danışmıram. Qutu nə rəngdə idi? Fikir vermədim, üstünü palça örtmüşdü. Yenə yalan deyirsiniz. Bu saatın heç qutusu olmayıb. Siz onu nə görmüsünüz, nə də tullamısınız. Necə olmayıb, özünüz dediniz.